Və çıxışıma başlayıram. Çıxışım Rəcəb ayı haqqında olacaq. Çünki gələn həftədən Rəcəb ayı daxil olur və elə bu çıxışın da savabını hədiyyə edirəm dünyasını dəyişmiş o insanlara. Rəcəb ayı gözəl ay, bərəkətli ay, mənəviyyatın baharının başlanğıcı. Bu 3 ay mənəvi yolda çox mühümdür. Kamala yetişmək üçün, kamala çatmaq üçün çox tövsiyə olunub ki, bu aylara diqqət etmək və bu ayların zikirləri, ibadətləri, orucları çox dəyərli və fəzilətlidir. Hədislərdə var bu ay haqqında Şəhrullah Əl-Əsəm. Bu elə bir aydır ki, Allah bizdən pis bir şey eşitmək istəmir, bizim barəmizdə pis bir şey eşitmək istəmir. Xoşa gəlməz məlumat çatmasını istəmir. Hərdən olur deyirik, balamız, övladımıza deyirik, ay mənim əziz övladım, səndən daha heç pis bir şey eşitmək istəmirəm. Bu ay haqqında da belə buyururlar, Şəhrullah Əl-Əsəm. Allah eşitmək istəmir bizimlə bağlı pis bir şeylər. Digər adı Şəhrullah Əl-Əsəb. Əsəbdən məqsəd təsibbur rəhmə fihi səbbən aləl-ibad. Rəhmət çox boldu bu ayda, Rəcəb ayında. Rəhmət çox boldu. Elə yağış kimi yağır, hər yerdən yağır. Yağış yağsa, torpaq münbit olsa, toxum səpilsə, cücərər. Fidanlar böyüyər və ağaclar, o ətişan ağaclar, ətişan güllər sirab olar. Amma torpaq şoran olsa nə olar? Heç nə bitməz orada. Bu göyün müşkülü deyil, bu göydən yağış yağır, müşkül yerdədir, torpaqdadır. Ona görə bu ayda rəhmət leysan yağışı kimi yağır. Kim nə qədər bəhrələnəcək, bəhrələnəcək. Kim nə qədər fayda əldə eləmək istəyir, fayda əldə eləsin. Və bu aylar hazırlaşdırır insanı Ramazan ayının qədir gecəsinə. Hər 3 ay insanı gətirir, çatdırır o qədir gecəsinə. Yəni Ramazana hazırlıq artıq başladı. O Ramazan ayının qədir gecəsi ki, bilirsiniz, tənəzzəlül mələikət və ruh, mələikə nazil olur, 1000 aydan üstün və o ayda tam bərəkət əldə etmək istəyirsinizsə, Rəcəbdən başlayır məsələ. Rəcəbin zikirlərindən, ibadətlərindən, dualarından, oruclarından başlayır məsələ. Məsələyə ciddi yanaşmaq lazımdır. Təsibbur rəhmə fihi səbbən aləl-ibad. Elə hey yağır. Yu'tihumullah minəl kəramat vəl-məsubat. Allah sizi sənin bu ayda kəramətdə eləsin və sənə çoxlu bərəkət nazil eləsin. Deyir, bax da, səni kəramətdə eləmək istəyirəm. Səni bərəkətdə eləmək istəyirəm. Özü elə bir kəramət, elə bir bərəkət ki, ma la eynun ra'ət və la uzunun səmiət və la xətər alə qəlbi bəşər. O neymətlərdən söhbət açıram ki, sizə göz o neymətləri görməyib, qulaq onu eşitməyib. Yəni, moizələrdə eşitməmişsiniz onu, nə verəcəklər. Yəni, mən də bilmirəm nə verəcəklər. Nə qulaq eşidib, nə göz görüb, nə ağlıva gəlir, sığmır o verilənlər bu dünyaya. Yəni, bu dünyadan qopasan ki, onları görüb anlaya biləsən. Görünən budur ki, lütf böyük lütfdir. Görünən budur ki, mərhəmət çoxdur. Çoxdur. İndi nə verirlər? Nə bilim, nə verirlər? Hədisin sonu məchul saxlayıblar. Başa düşürsünüz. Deməyiblər ki, adam demək üçün söz yaranmayıb. Məsələ budur. Demək üçün söz yaranmayıb. Bu insanda bir doğrudan da bir ruhiyyəsini oyadır. İnsanı ayağa qaldırır. O kəslər ki, deyir, mən hər şeyi atıb, bütün pisliklərdən qurtulmaq istəyirəm, yenidən başlamaq istəyirəm, buyura bilər, yenidən başlasın. O kəslər ki, istəyirsin ki, mən ikinci dəfə dünyaya gəlsəydim, daha bir də belə eləməzdim. Rəcəb ayında ikinci dəfə dünyaya gələ bilərsən bu mənada. Yenidən özünə qayıdış, sıfır nöqtəyə çatmaq istəyirsənsə, ki, yəni adam hərdən deyir, əvvəldən başlasaydım, bu peşəni seçməzdim, bu yolu getməzdim, filan kəslə dost olmazdım, filan işləri görməzdim. Allah deyir, Rəcəbdə şansı verdim sənə, Bismillah, təzdən başla. Elə bir təzdən dünyaya gəldin,
Kim ki istəyir qurtulsun, amma qurtula bilmir. İndi fürsətdir. Çünki bir cümlə var, oradan çıxarış edirəm. Bu cümləni deyəcəm sizə. Allah Teala deyir ki, buyurar ki, hər gecə bir nida olar Rəcəb ayında. Bir mələk nida elər Allahın adından. Tuba liz-zakirin. Zikr edənlər xoş olsun Allah'a. Tuba li-ta'in. İtaət eləyənlər Allaha xoş olsun sizin halınıza. Yaxşı. Və yəqulullah Teala. Allah nə deyər? Ənə cəlisu mən cələsəni. Məndən oturmaq istəyəndən mən oturaram. Vaxt ayırmağa imkanım var. Bismillah. İstəyirsən həm söhbət olaq? Buyur ki. Yaxşı. Muti'u mən əta'ani. Çox belə dəhşət sözdür həqiqətən. Sən nə deyirsən, mən nə deyirəm sən elə, sən nə deyirsən mən eləyim. Söz budur.Ğafiru mən istəğfərəni. İstiğfar eləyəni bağışlayaram. Yəni bağışla deyənin bağışlayaram. Əş-şəhru şəhri. Allah bu qədər niyə əzəmət, bu qədər rəhmət niyə? Niyə bu qədər keçirsən, niyə bu qədər bəhanə edirsən? Deyir, əş-şəhru şəhri, ay mənim ayım, vəl-əbdu əbdi, bəndə mənim, rəhmətu rəhmət, rəhmət də mənim, özüm bilərəm yəni. Qarışmayın belə məsələlərə. Sənlik deyil. Yaxşı, nə oldu? Davamın var, sözü var ya Rəbbələm, bəli. Fəmən dani fi hazə şəhr əcəbtuhu. Kim bu ayda mənə çağırsa cavab verərəm. Və mən səaləni əteytuhu. Kim istəsə əta edərəm. Hə, gəldim, çatdım. Və mən istəhdani hədəytuhu. Kim bataqlıqdan çıxmaq istəyir. Kim hidayət olmaq istəyir. Kim deyir yorulmuşam. Kim deyir bezmişəm yaşadığım bu həyatdan. Ki bu cürünə günahların çirkabındayam. Qurtula bilmirsən hansısa adətindən, vərdişindən, Allah deyir, fürsətdir Rəcəbdə qurtula bilərsən. Fürsət. Və mən istəhdani hədəytu. Kim hidayəti sizə hidayət edərəm. Və cəaltu hazə şəhrə həblən beyni və beynə ibadi. Allahla mənim bəndələrim arasında bu ay bir yoldur, bir ipdir, vasitədir. Fəmən itəsəmə bih və sələ ilək. Kim tutsa çatar mənə. Tutan kimə çatarsan Rəbbifə. İp özü insan çəkir aparırsan ki. Çətin tutana qədərdir. Möhkəm tut aparsınlar səni. Rəcəb ayı özə qayıdışdır. Fitrətə qayıdışdır. Həqiqət və qayıdışdır. Fırtınalardan, burulğanlardan qurtulmaq istənsə buyur. Bismillahirrahmanirrahim. Peyğəmbər dua eləyərdi Rəcəb ayında. Allahümmə barik lənə Rəcəb və Şəban və bəlliğna Ramazan. Allah Rəcəblə Şabanı mənə mübarək elə, məni çatdır Ramazana. Yəni çatdır məni o Ramazan ayının o mənəviyyatına, o süfrəsinə, o bərəkətinə. Mən də əyləşim o süfrədə. Görünən budur ki, o süfrədə əyləşməyin yolu Rəcəb Şabandan keçir. Şabanla Rəcəbi bərəkətli keçirsən, o süfrədə yerin var sənin. Süfrədən də süfrəyə yer var, fərq var. O ali süfrəni istəyirsənsə, o maidədə əyləşmək istəyirsənsə, maidə Allahın süfrəsi. Onun yolu Rəcəb Şabandan keçir. Müğayət olun, qardaşlarım, bacılarım. Mühüm bir dənə də sizə tövsiyəm, bu ayın da Ramazan ayının hörmətini saxladığınız kimi saxlayın. Hiss elətdirin ki, Rəcəb ayı daxil oldu. İş yerlərinizdə, evvüzdə, dostlarınızla. Hiss elətdirin ki, Rəcəb ayı daxil oldu. İftar süfrələri təşkil edin. İndidən başlayın bu süfrələri verməyə. Cəmaatda bir təşviq yaradın, o süfrədə əyləşən o da tutar. Siz əgər bu ayın ehtiramını saxlasınız, mən əzzəmə şəhrə Rəcəb, fəqət əzzəmə əmrəllah. Bu ayın hörmətini saxlasınız, Allahın hörmətini saxlamışsınız. Allahın hörmətini saxlayın bu ayda. Yaxşı. Və Rəcəb ayının birinci gecəsinin və gündüzünün əməlləri var. Tutaq ki, sabah Rəcəb ayının biridirsə, misal üçün, gecəsi bu gecədir də. Misal deyirəm ha. Rəcəb ayının gecəsi və gündüzü.
Yəni istəyirəm deyim, Rəcəb ayının birinci iftarının gecəsinə söhbət getmir. Axşamından ki, axşam girir, sabah günü daxil olur. O gecə ki, gününə keçir, o gecədən günə, sübhə qədər əməllər tapşırırlar. Bir əməl budur ki, əhya saxlamaq. Əhya saxla ki, əhya olasan, diriləsin. Əli əleyhissalam buyurur, bəndənin ilin 4 gecəsi var ki, Allah'a ayırmasını çox sevirəm. Bir bəşər o gecə ayırsa Allahla ünsiyyətə əmirül-müminin deyir, mən çox sevirəm o insanı. Mən çox sevirəm o insanı. Hansıdır o 4 gecə? Bir gecə buyurur Leylətul Fitr. O inşallah Ramazan ayı çatsın, fitir. Onun gecəsi. Bir gecə buyurur və Leylətul Əzha, qurban, nəsib olsun. Və Leylətul Nisf minəş-Şaban, Şaban 15 inşallah onu danışaram, nəsib olsun, Allah ömür versin, sağ qalsam. Bir də Rəcəb ayının birinci gecəsi. Əmirül-Mömindir, əhya saxlayın. Yaxşı. Və həmən gecə şam namazından sonra qüsul almaq. Qüsul almaq. Elə ki, çatdı gününə yetişdiniz, Rəcəb ayının birinci günü. İnşallah İmam Hüseyin ağanın ziyarəti. Orada olan orada edər, olmayan buradan etsin. Ziyarəti buradan eləyəsin. Üzvü tutasan, özü İmam Hüseyin əleyhissalama tərəf, 3 dəfə deyəsən sallallahu aleykə, üzü qibləyə dayan, 3 dəfə sallallahu aleykə, ya Əba Əbdillah, ya Əba Əbdillah sənə salam olsun. 3 dəfə belə düşün, İmam Hüseyini ziyarət eləməsin. Xanım, kişi fərq eləməz. Əlin ürəyimin üstündə dəstəmazı aldın, salamı verdin, açıq havada deyil, daha yaxşı, amma evdə də olsa ev yoxdur. Deyirlər, elə bir İmam Hüseyin ağanın savabını, o ziyarət eləməyin savabını sənə verərlər. Birinci günü İmam Hüseyini unutmayın. Qurban olma Allah, hara gelsən İmam Hüseyin deyə. O adam bir nəfəri çox istəsə elə hey oradan danışar, orada oturanda, burada oturanda da Allah da qurban olduğum, hara baxırsan İmam Hüseyin. Çünki xilas edir dünyanı İmam Hüseyin. O Peyğəmbərin əlindən su içən o Hüseyin dünyanı xilas edir və xilas eləməkdir və xilas edəcək. Bu Aşuranın sonluğu zuhurdur. 100%. Heç o yan bir yana yoxdur. Aşura get-gedə zuhura da yaxınlaşır. Şükür olsun Allaha. Bəli, bir İmam Hüseyini ziyarət edin. Daha sonra İmam Səccad bir dua eləyib, o duanı eləyəsiniz, oxusuz oxuyun. Mən duanı oxuyuram buradan. Mən xahiş edirəm dostlara, sosial şəbəkədə paylaşarlar. Səhifələrimizdə bu duaları paylaşarlar. Mən amma bir dənə duanı oxuyub, İmam Səccad nə oxuyarmış? Ramazan ayının, daha doğrusu Rəcəb ayının birinci gecəsi İmam Səccadın oxuduğu dua. Ya mən yəmlik həvaicəs sailin. Sən o Allahsan ki, istəyənlər ki, nəyi istəyirə, o səndə var. Əmir var deyə ki, var yoxsa yox, so deyə, var deyə verərsən mənə. Elə demir, bir başa deyə ki, mən nə istəyirəmsə o səndə var. Maraqlı duadır. Ya mən yəmlik həvaicəs sailin. Ya'ləmu zəmirəs samitin. Allah bəzi hacətlərimiz var, bəzi o dilimiz susur, amma qəlbimiz danışır, içimizdə, qəlbimizdə olanları bilirsən. Likulli məsələtin minkə səm'un hazir. İlahi, sən biz nə istəsək onu eşidirsən. Cavabun ətid. Sənin cavabın hazırdır. Yəni, cavabın hazırdır bir səninlə. O, elə bir ki, bir nəfər dayanıb ki, o bir dənə desin ki, bağışlayayım. Cavabı onun sualından qabaq hazır dayanıb. O cümləyə tamamlamayıb, yarısına deyib bağışladım səni. Diqqət elədiniz, cavabın ətid budur. Elə bir yaxınlaşsan bir nəfərə, o da gözləyirdi ki, sən səhvi başa düşəsən, ona görə. Nəyə ki, məsələn, sənə sındırmaq üçün şəxsiyyəti gözləyir. Ki, başa düşəsən, o içindəki o egonu sındırasan, kibrivi sındırasan, yaxınlaşasan. Artıq sən gələ-gələ o görür ki, sən gəlirsən və artıq hiss edir ki, nəsə demək istəyirsən. Onun cavabı hazırdır, mən bağışladım səni, demək istəyir, cavabın ətid budur. Elə ki, sən birinci ələ salam aleykum deyən kimi, qardaş deyən kimi, o deyir, bağışladım sən narahatım, keç get. Dəli gəlişin kifadəli bunu gözləyirdim. Ki, başa düşsən, səhv eləmişsən.
O ki döndü, hür gəldi də yandı İmam Hüseyin ağanın qabağında. Dedi, tövbən həlli min tövbə, tövbəm qəbuldur. İmam Hüseyin bir kəlmə dedi, inzil, düş aşağıya. Yəni, atdan düş aşağıya, bitdi hər şey. Yəni, bitib hər şey. Cavabın ətid budur. Məsumlarda cavab hazırdır. Allahın cavabı hazırdır. Hazırdır. Çox maraqlı duadır. Cavabun ətid. Allahümmə və məvaidukə sadiqə. Nə vədə vermisənsə düz demisən. Düz vədə vermisən. Heç bir vədə və xilaf çıxmamısan, ya Rəbbəl aləm. Mən buna şahidəm. Və əyadikəl fazilə. Neymətlərin bol, çox. Rəhmətükəl vasiyə, rəhmətün geniş. Fəəsəlükə ən tusalli alə Muhammed və alə Muhammed. Birinci istəyim Peyğəmbər əhl-i beytinə salam dua. Salamı çatdırasan. Və ən təqziyə həvaici lid-dunya vəl-əxirə. İlahi, dünya və axirət istəklərimi mənə verərsən, istəyim budur. İnnəkə alə kulli şeyin qədir. Hər şeydə qadirsən. Bu İmam Səccad Rəcəb ayının birinci gününü oxuduğu duadır. İnşallah birinci günü bu duanı oxuyarsınız. Yaxşı. Çox gözəl. Sonra nə deyim? Gündəlik əməlləri nədir ümumiyyətlə Rəcəb ayında? 30 günün əməlləri. Ya 29 günsə 29 gün əməlləri. Nədir? Peyğəmbər buyurur, əksiru minəl istiğfar fi şəhri Rəcəb. Əməllərindən biri, qardaşlarım, bacılarım, əməllərindən biri. Çoxlu istiğfar edin. Çoxlu tövbələr edin. Yaxşı. Estağfurullah və əsəluhu tövbə məsələn. Ayda 1000 dəfə, bir ayda 1000 dəfə. Bölündə neçədən, 100 gün ərzində. Bu zikirdir, söz deyin. Estağfurullah, zəlcəlali vəl-ikram min cəmi'i zunubi vəl-asam. 1000 dəfə, inşallah. Yaxşı. Hədisdə var ki, bütün günahların bağışlanır. Bütün günahların, bu zikir ilə söz. Ay ərzində 1000 dəfə İxlas surəsini oxumaq. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus samad. 1000 dəfə ay ərzində oxumaq. Ay ərzində 1000 dəfə la ilahə illallah demək. La ilahə illallah, la ilahə illallah. Bir də Rəcəbin sübhü və axşamı. Deyiblər bu zikir deyin. Rəcəbin hər sübhü və axşamı inşallah. Hər sübh və axşam 70 dəfə bu zikir deyin. Əstəğfirullahə və ətubu iləy. 70 dəfə düdün. Sonra əlləvi qaldır. Allahümmə iğfirli və tub aleyh. Allah mənə bağışla. Özün dönüş elə mənə tərəf. 70 dəfə onu deyəndən sonra əstəğfirullah və ətubu iləyhdən sonra bu sözü deyirsən. Allahümmə iğfirli və tub aleyhə. Bir dəfə bunu əlvi qaldırırsan. Axşam da bu cürə təkrarlasan. Hər sübh və axşam bu zikir edin inşallah. Allah buyurur ki, o Rəcəbdə ölsə Allahın razılığı onun üzərindədir. İndi sağ qalsa da ki, başqa neymətlər də öz yerində. Əgər işdir birdən Rəcəbdə bu zikir eləyir dünyasını deyirsə, Allah o bəndədən razıdır. Yaxşı, bu da zikirlər. Orucları haqqında. Birinci tövsiyəm oruç tutağın. İndi səhhəti ilə bağlı oruç tutmayanlar. Səhhəti ilə bağlı oruç tutmayanlar. Həkim tapşırıb ki, olmaz. Doğruna görə ciddidir də təsir, ziyanı var onun. Yaxşı, o neynəsin? Peyğəmbərdən hədisi gündə bir dənə çörək sədəqə versin. Çörək misaldır da, indi başqa nə sədəqə verir. Hər gün sədəqə çıxart bu niyyətə ki, Allah mən orucu tuta bilmədim, amma sədəqə verirəm. Yaxşı, bunda bu sənin o tuta bilməyənlər üçün. Qəzası olanlar qəzasını tutsun da, müstəhəb tuta bilməzlər. O kəslər ki, qalıb orucları sona qədər qutarın, keçən aydan qalan qəzalar varsa, keçən ildən qalan qəzaları varsa, Ramazana qədər də onları qutarın. İmkanınız varsa saxlamayın qəza orucu. O təsiri var gedişatımıza. Yaxşı, hər kəs bir gün oruç tutsa bəs. Yaxşı,